Hə dostlar, hər birinizi xoş gördük. Bugün sizlərlə birlikdə gördüyünüz kimi Minecraftda Survival seriyamıza qaldığımız yerdən davam edirik. Bu arada 200 abunə olmamıza az qaldı dostlar. Siz də məni dəstəkləmək üçün kanala abunə olub videoya like ata bilərsiniz. Keçən bölümdən xatırladığınız kimi dostlar, burada qəşəng bir çiftlik eləmişdik, ferm eləmişdik. Gördüyünüz kimi qəşəng heyvanlarımız falan var. Və dostlar, bildiyiniz kimi bu çiftliyin sağ tərəfindəki bu hissəni içini doldurmuşduq. Toyuqlarla, qoyunlarla, donuzlar və toyuq, qoyun, donuz. Bir də inək, hə. Bu dördündən doldurduq buradakı hissələri. Amma bu tərəf boş qaldı bildiyiniz kimi. Çox da boş durmaması üçün bura atımı bağladım və digər tərəfə də eşəklə lamaları qoydum. İndi dostlar, bugün nə edirik? Bugün kanalları doldurmaq üçün gedirik Minecraftın ən güclü atını tapmağa. Bunu necə eləyəcəyik? Minecraftda bildiyiniz kimi əvvəlki sürümlərdə, əvvəlki versiyonlarda Minecraftda atın canı nə qədər çoxdursa, o qədər sürətli olurdu. Mən də ona görə bu atın belə 4 canını seçmişdim, amma həqiqətən çox yavaş gördüyünüz kimi. Və bura hız 8.5 yazılmışdı. Bu da mənə qəribə gəldi ki, bu niyə belə göstərir? Dedim yəqin bug'dır. Bu arada dostlar, Lunar Clyde ilə girmişəm təzədən oyuna. Haradan göstərim? Bu da bax. Sağ tərəfdə gördüyünüz kimi. Çünki dostlar, normal Minecraftda məndə modlarda yoxdur atı sürəti falan, amma burada var gördüyünüz kimi. Sürət də var, hoppanması var. Bugün dostlar, deməli Minecraftda ən güclü atı eləyəcəyik. Sürəti ilə hoppanmağa ən güclü olan atları tapacağıq bugün. Hə dostlar, indi bugün gedirik o atları tapmağa. Bu atları tapmaq üçün nə edəcəyik dostlar? 2 dənə ən yaxşı at tapacağıq. Bir dənə at bölgəsinə gedəcəyik, atların spawn olduğu bölgəyə gedəcəyik. Sonra dostlar, həmin bölgədən ən güclü atları götürəcəyik, yəni sürətlilərini. Ondan sonra nə edirik? Ondan sonra isə bir onları bir dənə ora çitli yer düzəldəcəyik. Həmin atları çiftləşdirə o qəşəng güclü atlar çıxardacaq. Dostlar, deməli 2 sürətli atıb çiftləşdirəndə onlardan daha yüksək sürətli at çıxır. İndi nə edirik dostlar? Çitlərdən götürürük. Orada çitlərdən ərazi düzəldəcək atlar üçün. Bu arada dostlar, bütün əşyalarımızı gördüyünüz kimi normal vaxt sərf elədim. Getdim Nether'dan, nə deyirlər ona? Netherite tapdım. 10 dənə Netherite var. Bunların hamısını qəşəng gördüyünüz kimi düzəltdim. Hamısına baxın, baltaya epeksi dokunuş, lapataya epeksi dokunuş və 2 dənə qazma var gördüyünüz kimi. Bu birinci qazma idi, sərvət üstü olan. Bu dəlisov qazma qoymuşam adını. Bu da vurduğu duran qazma. Yəni ki, nəyə qırsan onu orada olduğu kimi götürə bilən qazmadır. Hop. Məşəl onsuz da qırandan sonra gəlir. Hesin dostlar, indi çitlərimizi götürürük. Əsas bizə lazım olan şeyləri götürək. Bir dənə dostlar, ümumilikdə bugün həm də farmlarımızı ziyarət eləmək istəyirəm. İlk öncə bir dənə farmları ziyarət eləyək, ondan sonra davam eləyək ki, atlarımızı götürək. İlk öncə başlamaq istəyirəm buradan daş farmımıza baxaq. Bütün farmlarımızın dostlar, seridəki bütün farmların verimlərini sizə göstərmək istəyirəm. Bunu elə ilk başda açdığımızdır, ondan sonra açmamışıq. Burada heç nə yoxdur, burada azdır. Bura doludur. Bomba kimi, yəni ömrümüzün axırına qədər çatacaq daş var burada. Bura gördüyünüz kimi bu ildir belədir. Sonra gəldik bura. Burada çox da bu tərəflərə gəlmirəm deyə çox da yun yığılmır, amma belə də yaxşıdır bu dəqiqə. Çox da yundan istifadə eləmirəm, amma ha vaxtsa ehtiyacım olanda götürürəm rahat. Bu dəqiqə işlədi biri. Sonra dostlar, burada bambuk var mı? Bunu bilmirəm kim düzəldibdi, amma çox peçat işləyir. Baxın dostlar, bütün sandıqlar doldu. Hələ burada bu var. Baxın, bu nə deyirlər buna? Huni də doldu. Bir dənə bu tərəfdə huni var, sonra da baxaq. O da doludur. Gördüyünüz kimi bu hunilərin hamısı doldu. Aha, at. Bir dənə buna baxaq. Görən nətərdir? Aha, fisiyo. Ha, yox. Pox kimi gördüyünüz kimi 8.0 1.9 blok. Bundan alırıq dostlar. Çürük. İstəyirəm təzə tapdığım qara rəngi olsun. Zil qara istəyirəm. İnşallah elə olar. Sonra dostlar, burada varımızdır bizim şəkər kamışı farmı. Bu da çox, bunu əslində götürmüşəm. Yəni 3-4 stek olur. Bu da çox da güclü işləmir. Bundan görə, yəni bu çox da verimli bir şey farmdır əslində. Prosto bu boyda olanda verimli olmur. Bunun dostlar bir 3-4 qatısını eləndə təbii ki, bomba kimi farm olur. Buradan keçirik dəmir farmımıza. Dəmir farmımız pesat işləyir, bax. Baxırıq, gördüyünüz kimi normal dəmir var burada. Getən bir tərəfə baxaq. Hoppa, dəmir sıxıntımız yoxdur da, yəni buna bax. Bu bölüm dostlar bu arada uzun olacaq. Bir 20 dəqiqə zat düşünürəm. Yorumlarda istəyənlər də vardı. Bu arada dostlar, öpürəm, təşəkkür edirəm dəstəkləriniz üçün. 200 abunəyə çox az qaldı. 20 abunəmiz qaldı hal-hazırda mən videonu çəkəndə. İnşallah ki, bu videodan sonra olacaq 200 abunə. Onun üçün də sizlərə indidən çox təşəkkür edirəm, təşəkkürlərimi bildirirəm. İnşallah daha böyük abunələrə çatarıq. İnşallah 1000 abunəyə də tez bir zamanda çatacaq. Öpürəm hamınızı yəni. Bu arada dostlar, inşallah 1000 abunədə premium çəkilişi eləyəcəm. İnşallah ona da qatılarsınız. Premium bilməyənlər varsa dostlar, indi ola bilər aranızda bilməyənlər. Minecraft Premium, bu dəqiqə mənim hesabımda Premiumdur. Minecraft Premiumlu serverlərə girmək üçündür, daha yaxşı serverlərə girmək üçündür. Premiumlu serverlərdə hilə dostlar az olur premiumsuzlara nisbətən. Çünki premiumsuzda adam hilə açır, banlanır, təzədən bir dənə hesab açır, yenə girir, rahat sonsuz hesab açıb girə bilir bu adam. Amma premiumluda dostlar pulla alınan bir şeydir. Yəni onu sınırsız bir şəkildə, sonsuz bir şəkildə pulla ala bilmədiyinə görə çox vaxt hilə dostlar o serverlərdə az olur. Bura bizim fermamızdır, şeyimizdir, nə deyirlər? Bağımızdır deyək.
Burada gördüyünüz kimi belə şeylər var. Sonra dostlar gəlirik bura. Burada yeməklərimiz var. Onları götürək. Bu da qəşəng işləyir ha sən. Onu bağlayaq. Baxın dostlar, normal patates zat bişirmişəm. Yəni ömrümüzün axırına qədər həqiqətən yetəcək yeməklər var. Bu da rahatçılıq verir adama ki, yemək problemimiz yoxdur da. Ha, bu da bizim Netherworld farmımızdır burada. Farm deyəsində belə yenə bunu əkmişik burada. Bir dənə uruq kumu var aslında, onu buraya qoymaq olar. Nəysə, 42 dənə. Bax belə burada çəkirik. Belədir. Vəsə, bunlar da burada bir sandıq var, bura qoyuruq. Və buradan ilə götürəcəyimiz bir şeylər var dostlar. Onu deyim, yəni başqa farmlara getməmişdən əvvəl. Atları çiftləşdirmək üçün və güclü at çıxartmaq üçün dostlar, bizə qızıl kök lazımdır. Qızıl köklər üçün də, yəni kök və qızıl lazımdır. Ona görə buradan bütün kökləri götürürük. Qızıl dostlar, qızılı buradan götürməyəcəm. Qızıl farmımız var bildiyiniz kimi. Yəni daha doğrusu bilmədiğiniz kimi, çünki deyəsən bilmirsiniz siz qızıl farmımız olduğunu. Onu Ruhin düzəltmişdi ya da Sənan düzəltmişdi, yadımda deyil. Bu da ip farmımızdır. Onu da baxmaya elə ehtiyac yoxdur, amma pesat işləyir yəni. Bağla. Gördüyünüz kimi belə. Bir dənə buradan da açırıq. Gördüyünüz kimi gəlir. Pox kimi yəni ipimiz var. Vəsə. İndi dostlar nə edirik? Gedirik qızıl farmımıza. Bir də mob farmımız var o yüzden. Mob farmını da bilirsiniz, yəni göstərməyə ehtiyac yoxdur. Əsas qızıl farmına gedək, qızıllarımızı götürək və qızıl kök düzəldir. İndi bir dənə prosto bura qayıtmaq istəyirəm. Bayaq dedim, indi yadımızdan çıxdı. Kökləri götürək buradan. Buradan dostlar belə gedirik. Bizim burada Amerika qitəmiz var. Baxın, bura Amerikaya oxşayır, Cənubi Amerikaya. Buradan bu tərəfə gələndə burada portal var, gördüyünüz kimi budur. Həmin portalda da qızıl farmıdır. Keçid eləyək farma. Gördüyünüz kimi buradır. İndi burada gördüyünüz kimi 3 dənə blok var uca. Bir də yuxarıdadır qızıl farma. Bir dənə yuxarıya uçaq və yemək yeyək. Bir dənə də uç. Bir dənə də mənim yemək şalkırım. Havai fişək şalkırım hə budur. Düşək bura. Mənə gəlsiniz siz. Mən sizə nə varmışam, mənə söz gəlsiniz. Dostlar bunu götürürük. Vəsə, şalkırdan şeyimizi. Bu arada dostlar hamısı 2-dir. Uçuş sürəsi 2 ən yaxşıdır dostlar. 3 çox sürətli, çox uzun aparır. Rahat istədiyin yerə yeni şeylər bilmirsən. Biri də yavaşdır. Bunu da bura qoyduq. Bunu da bura qoyduq. Deməli, bu da bizim farmımızdır. Burada dostlar gördüyünüz kimi düşürlər yuxarıdan aşağıya bu donuz adamlar. Yəni bunların səsini prosto alaq. Düşman canlılar. Və dostlar buradan vururuq gördüyünüz kimi hamısına. Və hamısı da ölür buradan. Həm XP gəlir, həm də ki qızıl gəlir. Ən aşağıdakı chestə bir dənə açırıq baxırıq. Gördüyünüz kimi dəli kimi qızıl yığılıb bura. Bunların hamısını götürək bir dənə. Qəşəng qızıl köklərimizi eləyək. Kanalıma dostlar bu arada abunə deyilsiniz, abunə ola bilərsiniz. Dediyim kimi 200 abunəyə az qalıbdı. Öpürəm dəstəkləriniz üçün yenə hamınızı. Yəni çox da əziyyətlər çəkirəm həqiqətən videolarda. Dəhşət, yəni 2-3 saatlıq, 4 saatlıq videoları 10-15 dəqiqə eləmək asan deyil həqiqətən. Adamı çox yorur. Yəni 2-3 saat onu montaj edirəm, sonra render edirəm, sonra video şəkli falan düzəldirəm. Yəni belə şeylər var. Deməli, yaz bura. Mənə vardın. Fisyo qaqa. Polunu bəs eləyəcək bax bu man. Aha, qəşəng. Vay, risk spawn oldular. 5 dənə at var. Bunların 5-ini də yoxlayacağam. Oldu. 8.2, 3.1 blok hoppanması var. 360 saat görsən. Qəşəng. Quyruğunu zətdə sağlayırsan. Əla. 8.2, 3.1 blok. Yəni bu da hoppanmaq cəhətdən yaxşıdır. Bir dənə bunu da sür bura. Bunlar hoppanmaq cəhətdən yaxşı olan atlardır. Dostlar ağlıma belə bir şey gəldi ki, buradan bu dəqiqə bu atları aparmaq təxmini 1 saat çəkər. Bu atları burada çiftləşdirəcəm dostlar. Bir dənə bunları at. Bax burada mən asıyorum. Deməli dostlar gördüyünüz kimi orta ərazi atları çiftləşdirəcəyimiz ərazidir. Qıraq ərazi isə burada bu tərəf yəqin hoppanmaq üçün, hoppananlar üçün, o tərəfdə sürətlilər üçün ayırıram. Bəli dostlar, gördüyünüz kimi ayırdıq dostlar. Sağ tərəf, bu tərəf hoppananlar, bu tərəf sürətdə qaçanlar. Bu ölməlidir. Və dostlar, ortadakı da hələ ki bilinmir nədir. Minə indi dostlar. Bu nəsə sürətli kimidir. 10.3, 2.1 qəşəng. Bunu da yenə sağ tərəfə ala bilərik, bu tərəfə. Başqaları yeyir bunu. Bir dayanın. Sən ol başqaları yeyir. Vəsə. Dayan. Karışınviyə baxaq indi. Hoppa, karışınvi uçur. 10.0, 2.4. Karışınvi. Sən nəsə o deyirsən, hələlik dayan gözlə. Bəli dostlar, bu karışınviləri çiftləşdirdim. Onlardan bir dənə belə peçat bir şey çıxdı. 10.9, 3.8 blok. Bu həqiqətən əladır bu dəqiqə. Ən yaxşı at bu dəqiqə budur. Gördüyünüz kimi qəşəng sürətlə gedir. Aha, nəsə var bunlara. Hoppa, əla. 10.8-də bu çıxdı. 20 dənə. 20 dənə.
Oo! 11.6'lı qara at. Getdik. Oba uçursan. Bir dənə 13 versin, 13.1 nə olar? Of! Sən öylədin mən. Axır ki 13.8. Sonra yemək. Bir də normal insanlar. Savab şey pis oldu. Hadi. Sən bəhməz içərsən bir qaşıq qəşəng oluyor. Tamam uç bir de 14.0 13.7 hoppa partladırıq bak. Of sonra 14. Oh 14.1 Özde qara sırın. Oğlum bir artık lan. Bak baban yaşlandı. 14.2 Qəşəng. Ümumilikdə 2 dənə qara atımız var. Biri 14.1 Biri 14.2 Dön 14.0 mükəmməl. Bir dənə ürəklər çıxsın. Qəşəng. Oy çox pis. Всё bu da getdi. Ağımız da var bir dənə 14.1 Aha. Dərsə bir şey çıxdı. Qəşəng. Ay bu nədir sən? Bütün bomba atların hamısını yığdıq. 14.1 Allah. Oya. Bunun sürətini gördünüz? Bir dəqiqə. Bundan neçə ki 13.1 13.3 bir dəqiqə. Nəsə? İt kimi qaçır. Oy bu 14 qəşəng. Всё bu da peçat. İndi koordinatlarımızı qeyd elədik. Portalımızı düzəltmək qalır. Və şık. İndi biz buradan giririk. Həmin digər tərəfin bir dənə koordinatlarını tapaq. Həfsə polunu düz gəldi. -20 72 3-ə biz indi yol düzəltməliyik. Nədə? Vurarsan vurdana. Qızıldan eləmişəm bəlkə ona görə şey eləyir. Nəysə. -20 72 3. -20. Bu blokdan gedəcək 72. Arxamdan zaten vurma aşağı kal. Bak buralara da gəlmişik ya. 72 3. Nasıl bir dəqiqə buradan çıxmalıyıq yuxarı. Həfsə onun beləsi gedə bilir. Ən uzaqdan elə öyle. Nedir həqiqətən çox bomba yerdə. Yandır görünmür anay brat. Mayeli yaveri. Ora gəldik. Bəli, düz evin arxasına gəldik bomba kimi. İndi qayıt buradan təzədən. İndi buradan biz atlar üçün yol düzəltməliyik. 3 2'lik bir alan. İndi gedək atlarımızın hamısını bir portala soxaq. Deməli dostlar, hər şey həqiqətən qurtardı bu dəqiqə. Bəli dostlar, hamısını keçiddik atlarımızın. İndi gediyoruz dünyamıza. Nedir həqiqətən çox şey yaradı. İşte birazcık yoldan gedərək hamısını rahat atlarını apardıq əsl dünyaya. Daha gözümüzlə gedək buradan. Öyle buduruz. Hop. Buradan girək və atlarımızın hamısı evin altındadır. Ben göstərim. Budur. Burada evimizin altındadılar gördüğünüz kimi hamısı. Bunları indi dostlar bura içəriyə aparacaq. Bəli, buraları da açdıq gördüğünüz kimi qapılarını. Bütün atlarımızı indi gətirəcək. Burada bizim boş yerimiz 4 tane boş yerimiz var. Bizdə 13 tane de at var. Dostlar, deməli nəzərinizə çatdırım ki, bu videonu davamlı olaraq 3 gündür çəkirəm. Həqiqətən 3 əsl həyat günündə, yəni Minecraft günü yox. Və indi də yenə şu axşamda yenə dostum yatıb deyəsən siz danışıram. Yəni bu əməklərimin qarşılığı olaraq like atıb kanala abunə ola bilərsiniz. Ümumilikdə bir 5-6 saatlıq video olub. Onu bir də editləmək filan. Yəni asan deyil. Heç nə proqramımızı davam eləyək. İndi nə edirik? İndi bir dənə burada buraları qırdıq, atları rahat keçirtmək üçün. Və gedirik atların yanına. Üçə də bu 13.3'ə boş.
Gördüyünüz kimi bütün atlarımızı yerləşdirdik. Bütün atlarımızı. Ad fikirləşəmədim dostlar. Bir dənə ağlıma ad gəldi ki, çöldəki adını qoymaq istəyirəm. Mülki inspektor. Bir dənə çöldəki ağacın adını bunu qoyacağım. Bir şey ağlıma ad gəlmir sən. Başım bura. Yetim. Buraya mülki inspektor. Belə. Əla oldu gördüyünüz kimi dostlar. Sizə indi ümumilikdə göstərim nətər oldu. İlk hissəmiz eşşəklə lama. İkinci hissə boz at. Üçüncü hissə qara atlarımızdır bizim. Hamısı da sürətli, it kimi sürətli. Karıştiva atlarımızdır burada. Burada isə ağ qaralarım. Burada da bizim digər atlarımız. Bu mənim ilk atımda 4-4 dizel, zəifdir. Bu da mülki inspektor it kimi qaçır. Bəli dostlar, bu videonun da burada sonuna gələk. Videoya bəyəndinizsə video like atmağı və kanala abunə deyilsinizsə abunə olmağı unutmayın. 200 abunə olmamız az qaldı. Öpürəm hamınızı. İnşallah 200 abunə olarıq tez zamanda. Özünüzə yaxşı baxın. Hələlik.